Mama gəlibdi. Yenə əl boş gəlməyib. Pulumla da olsa, özündə olması da ispanaq alıb gətirib. Orada da qızlar fikir verirəm. Orada da dəstələri balacalaşdırıblar. Əvvəl içi bu qədər olurdu. Hər halda qışdı deyə, dondu deyə bunu da balacalaşdırıblar. Kişmiş gətirib. Olmazsa olmazımız. Kənd yumurtası. Burada göyərtilərin qırıntıları tökülüb. Öz bağladığı pomidorlardan pomidor yumurtalıq. Sonra yarpaqlar var. Bu səfər pişkib deyir, baxmışam, qarışıq deyil. Həmişə deyirəm ki, mama qarışıq yarpaq gətirmə mənə. O birisilər bilirsiniz də, sizlə söyləndə bükmüşdüm. İçərisindən tut, heyva, sonra nə idi? Tut, heyva, fındıq çıxırdı. Bu səfər baxıb fikir veribdi. Qarışıq olmayan yarpaqlardan gətirib. Xala qızı pendir qoyub, Allah canını sağ eləsin. Allah əvəzini versin. Süd qoyub, südlər çiğ idi. Pişirdim belə. Bunu pişirdim, saxladım ki, çalaram bu qatı olar. O birisiləri də qaytardım butulkalarına ki, atım buzluğa, soyusun daha doğrusu. Sonra qaytarım atım buzluğa. Yerləşdirim bunları. Pendir bankamı çıxartmışam ki, pendiri yığım içərisinə. Qəşək təzə pendirdir. Biz təzə pendir xoşlayırıq. Bu da qəşək təzədir. Yığım bunu qəşək. Bunu da qızlar suyunu demişdim də sizə. Bir stəkan suya, bir xörək qaşığı duz, bir xörək qaşığı peçok tökürük. Pendirlərimiz ərimir. Çünki belə pendir suyu buralarda yoxdur. Buralara da ləkə düşüb. Bunların ləkələri bu yarpaq altından axıdırdı. Onun suları tökülübdür. Bunu da qəşək qoysan, pendirlər qəşək bərk qalır. Ərimir. Məndən sonra, çəkib paylaşandan sonra bir neçə xanım da eləmişdi. Hamı da razılıq edirdi. Yaxşı üsuldur. Onu da mama öyrətmişdi. Belə, qəşək də pendirlərdir. Təzə, biz təzə xoşlayırıq. Gətirim qoyum, yumurtaları yerləşdirim. Göyərtinin zadı soyuducuya. Bunları badvala. Başlayaq işimizə, gücümüzə. Mama səhər tezdən gəldi. Axşamına bibim oğlu gəlmişdilər. Oturduq, qəşək, söhbət elədik, danışdıq, güldük. Onlar getdilər. Baxdım ki, heç bir video çəkməmişəm. Bu gün axşama əlimə heç telefonu almamışam. Sadəcə mamanın gəldiyini çəkmişəm. Yəqin ki, evdə qonaq olanda hamı belə olur. Bazar hələ təzə açılır. Hələ təzə vururlar. Birinci səfərdə görürəm. Heç hələ bura açılmayıb. Bazarın açıldığını səhər tezdən gəldim ki, ət götürüm. Çünki mama ilə gedəsi yerimiz var. Mama yas üçün gəlmişdi. İnşallah ət mağazası açılmış olar. Saat 9'a işləyib düzdür. Amma gec açılır da. Bir dənə belə şirinlik var. Dirək görək açılıbdır mı? İnşallah açılmış olar. Yerim açılıb hə. Onu alaram bir də. Bir dənə kələm götürərəm. Dolmalıq tez kələm büküb qoyaram, pişər. Ondan sonra davam edərəm işimə. Bazarı biz açdıq bugün. Hələ tam açılmayıb. Aldım, gedirəm. Eyni zamanda da bəhanəm olar səhər idmanı. Gidim tez bunu hazırlayayım, üstə qoyum. Sonra da arxasına baxar. Aha, çiyələk 6 manat olur. Ananas 4 manat. 3 manatı da var. Neyse, gedək. Buradan kəsə yoldan da o yana çıxım. Hələ sizdə ətiniz gəlir. 16'dan nə yapacaq? Mən bizdə 17, 50, 18'də. Evet, arada 15'ine düşmüştü. İlk belgelerde 14'te olur. Dedim getməmişdim. Dolma üçün qoyun pişsin. Gələndən sonra akşam üstüne. Bir de aklıma damat pişirme yok. Olmasın da ne kadar olmasın. Ne vaxt gitmək istəyirsiniz? Elimizden bir neye kalıyor? Biraz tez gidiyor. Öyle yerindən plana çıxmaq istəyirsiniz?
oradan da vurmalı olar. Deyirəm, istəsəz oradan da taksi, piramid bağlığa vurmalı olar. Oradan da gelirsən, bir kalırsan işlənə. Belə deyirsən, götürmürlər. Baxarıq da, nə tərsiyə sizə verirəm. Ama pendir sen incitmiş. Yani kol kablosu zor doğruyor buradan. Yemeği təxirə saldım. Gələndən sonra hazırlayacağım. İnci buralar sen tostlar anlayarsan. Ben sabah vlog yükləyəsiyəm, amma heç nə çəkməmişəm. Yas yerindəydik. Oradan da çıxdıq. Mama gelib piramı gətirdim, yola saldım. Bağzaldayam. Özümü Bağzalda tapdım. Buradan da gedirəm yavaş-yavaş evə. Amma ki düşəndə buradakı alış-veriş mərkəzlərini gördüm. Dedim bir baxım görüm. Buralarda nə var, nə yox. Yoldaşım həmişə tərifləyir ki, buraları burada yaxşıdır. Geçən səfər özünün paltarı da gəlib buradan alıb. İndi bilmirəm qızlar, mən sizə vlog çatdıra biləcəmmi, bilməyəcəmmi? Çünki heç nə çəkməmişəm. Mama da gəldi. Evə adam gələndə bilirsiniz də baş qarışır. Nə qəşəng paltodur. Baş qarışır, adam heç nə çəkə bilmir, bir şey edə bilmir. Mən də həmçinin görək nə paylaşıram. Mama gili yola saldım. Güya ki axşam gedəsi idilər, amma axşama qalmadılar. Elə yas mərasimindən piramı gəldik Bağzala. Otusturdum onları avtobusa. Dedim mən də yavaş-yavaş gedim evə. Buralara da birinci səfərdə gəlirəm. Heç bilmirəm çıxış hardandır, giriş hardandır. Həmsə elə liftlə qalxmışıq avtobusların çıxış yerinə, avtobuslar gedən yerə. İndi də hələ ki buralarda itmişəm. Görək. Baxın biraz. Gəzim biraz. Hələ probka vaxtı da deyil. Yaxşı vaxtdır. Sonra da keçim. Gedim evə. Her şey var ya burada da əslində. Prosto adam yoxdur. Her şey var ama adam yoxdur. Yoldaşım sevir buralar dediyim kimi. O gəlsin, gəlsin. Baxsın mənim ki əcəmidir. Şeydir. Haraydı? Nərimanovdur. Əsas məkanlarımız. Görəm buradan düşsəm hara çıxaram. Yaman qaranlıqdır oralarda. Sanki o kinolarda olur qorxu, ticarət mərkəzləri heç kim olmur, sakitlik olur. Qorxulu kinolar çəkilir. Elə bir yerlər oxşadılar, çıxanda qorxdum. Oradan ışıq gəlir. Gedək ışıq gələn tərəfə. Yəqin ki çıxış oradan olur. Her yer boşdur. Bir iki tane oradan buradan mağaza var. Musiki aletleri. Xanımlar, gəldim evə, keçdim yeməyimin hazırlanmasına. Buzluğa göyərti qoymuşdum. Elə onlardan çıxartdım. Tənbəl tədbiri bugün bütün çöllərdə olmuşam deyə yorulmuşam. Elə dedim, hazırdan doğrayım. Lazım olsa yenə doğrayıb buzluğa ataram. Çox rahat olur belə buzluğa göyərti atmaq. Nə vaxt lazım oldu, çıx, götür istifadə elə. Mən həm şüydü, həm kişmişi eyni miqdarda doğrayıb salafana qoyub qoymuşdum buzluğa. İndi nə vaxtda lazım olur, götürürəm, istifadə edirəm. Çox gözəldir da, adamın əlindən çox yaxşı tutur. Kələmi qoydum, pörtdətdim. Ətim yağlı ət idi, duzunu, istiotunu bilmirəm, hələ vurmuşam. Bu videonu çəkdiyim yerlər yadımdan çıxıb. Çalışıram çox istiot əlavə eləməyim. Göyərtisini vurdum. Bir də dolmanın içərisinə biz tərəfdə toylarda, yaslarda da belə bir adət var. Çox vaxt amma daha yasda yemək vermirlər, yox. Toylarda da belə bir adət nə var ki, dolmanın altından biber dolmalar doldururlar. Hardasa bir qat
belə bir lay biber dolması olur, üstündən kələm dolması qoyurlar. Çox gözəl biber öz ətrini verir. Bilirsiniz də kələm pörtləyəndə eləyəndə belə çox pis bir iyi gəlir kələmlə. Karbon qazı isi gəlir. Ona görə biberi qoyanda altından çox gözəl biber ətri gəlir. Həm də ki dolmaya da çox gözəl öz dadını verir. Burada da bir dənəsindən istifadə edəcəm. Və duzunu tökməyibmişəm. Duz tökürəm. Biber de dediyim kimi alttan doldurup qoyacağım. Evdə düz uşaqlar kələm dolmasını sevmir. Qızım vapşı qabıqlarını soyur. Qabıqsız yeyir. Amma Vaqif xoşlayır. Biri kələm xoşlayır, biri yarpaq xoşlayır. Nanəsini də əlavə eləyim. Qoyun bu bişsin. Axşam yeməyimiz hazır olsun. Düzdür yorğunam, amma yemək yorğunçuluğa baxmır. Dəhşət soyuq. Həm qar yağır, həm yağış yağır. Gecə heç şeyə baxmamışdım. Bu da düşüb gərək bunu atım təzədən yuyulsun. Gecə heç hava proqnozuna baxmamışam. Belə göstərim. Dəhşət yağış, sulu, qar hamısı bir-birinə qarışıb hava 1 dərəcədir. Paltarları yığmamışam. Əslində dünən yuymuşdum. Amma yenə də bilsəm yığardım. Neçə gün idi balkona sərirdim paltarı. Dünən idi, yoxsa sıraha gün idi. Yoldaşım çıxartdı ki, dəhşət yağır. Yoldaşım çıxartdı ki, bəs yağış qar yoxdur. Qoy bu eşik də olsun, dondum. Eşiyə qoyduq. Qoyan kimi də yağış, qar hamısı bir-birinə qarışdı. Aparım kombinin üstünə atım. O birisini də atım hamama yuyulsun. Dəhşət soyuqdur. 1 dərəcə soyuqluq göstərir. Dondum işte. İti çöldə bağlasan durmaz. Çox soyuq, çox soyuq. İtin saat dəxli yoxdur. Prosto şey deyirəm də. Dəhşət soyuq. Ev eşiyi yığışdırdım. Biraz səhərin qabları var. Onları yuyum. Hər yer təmiz olub. Hər şey səhmanında olandan sonra oje evdən çıxa bilirəm. Yoxsa evdən çıxa bilmirəm heç cürə. Niyəsə mən narahat qalıram da. Dedim bir dənə qablar qalıb. Onları da yığım pasyokaya gedəsiyəm. Gedək birlikdə pasyokaya. Bu arada növbəti gündəndir oje. Bilmirəm, mama evdə oldu deyə, bizdə oldu deyə bir də vlog çəkə bilmədim. Növbəti gündən salam, gəldim pasyokaya. Havada dəhşət soyuqdur. 1 dərəcə göstərirdi. Qızlar soyuq olmağına baxmayaraq, quşlar cəhcəh vurur Melikovun Balinsanın həyətində. Qaz doldurasıyam, dərmanımın biri qutarıbdı. 3-cü paçkanı alıram. Demişdi 2 həftə içərsən, bu da 2-2 içilir. Dedim gəlim onu alım, qaz vurum. Bir də evdə şüyüt yox idi. Şüyüt dedim alım. Mama gətirdiyi süddən qatıq çalmışdım. Onu axşama dedim doyuq edəyərəm. Bir də ki pişirdiyim kələm dolmasından var. Ona görə buralardayıq. Evdən çıxmaq istəmirdim. Nasıl zorla çıxmışam. Hala aynadan baxanda vapşı soyuq görünür. Yenə belə geyinib çıxanda bir təhri idarə eləmək olur. Aynadan baxanda dəhşət soyuq. Gəlmişkən dedim bir çukurluqda yeriyim. Ən azından bir quruq yeriyim. Sonra da aptekin yanına keçərəm. Xanımlar, qar başladı. Bu düzdə dəhşət möhkəm yağmağa başladı. Bu parkda çoxlu pişiklər var idi. Deyirəm, görən o yazıqlar indi hara sığındılar bu soyuqda. Görmədim belə qıraqda başda. Amma nə qədər pişik var idi bu parkda. Hava birdən soyuydu. Mən düşünürdüm ki, bu 2 gündən sonra hava düzələr də 2 gün soyuq oldu. Sonra düzəldi, axı 9-10 dərəcəyə qədər qalxdı. Deyirdim yəqin ki, qalxa-qalxa gedər, yenidən düşdü. Allah bayırda işləyənlərin köməyi olsun. Soyuqdur doğrudan da. Pişiklər buralardadır, biri qabaqda görünür. Yerdə nəsə axtarır. Amma bir şey var ki, buranın pişikləri qəşəng topmuş pişiklərdir. Ən azından qarınları tox olur. Gedib gələnlər alıb yedizdirir yemək. Hər tərəfdə marketdir deyə alıb yedizdirirlər. O gün araza girəndə baxıram, pişik qabağında oturub gözləyir. Tən ortada da oturub gözləyir ki, kimsə girəndə bunu görsün. Yemək alsın, versin, yedizdirsin bunu. Pişiklər də çox bilmişləşibdi daha. Hanımlar, pasyolkadan gəldim. Göyərti aldım, biraz belə. Qara istiot aldım.
Bir dənə belə krem aldım üzümdəki ləkələr üçün. Hələ yoxlamamışam. Mənim üzümdə, alnımda, gözümün kənarlarında tünt ləkələr var. Bunu yoxlayıb, test edib ora çəkəcəm. Bunu ondan ötürü aldım. Göyərtini yudım, təmizlədim, doğradım. Başım qarışmışdı bunun hazırlanmasına. Dedim gecə olmamış onları hazırlayayım. Sonra göstərərəm aldıqlarımı. Düyünlə yumurtanı qarışdırıram. Bir dənə də soğanı həmişəki kimi soyub qoymuşam. Düzdür, qatıq təzədir, heç bir turşuluğu da yoxdur. Amma hər ihtimala qarşı yenə də içərisinə bir soğan atacağım. Çünki bir dəfə qatıq turş deyildi, yaxşı idi, qatmamışdım. Amma baxırdım ki, göyərtinin bir turşuluğu çıxmışdı. Ya nəsə də belə biraz yenə turş dadıyırdı. Ona görə işimi şansa buraxmıram. Üstünə qoyanda soğanı atıram. Soğan doyğanın turşuluğunu götürür. Doyğa tam pişib qurtardıqdan sonra da bunu olduğu kimi bütöv çıxardıram. Fikirləşməyin ki, içərisinə birdən nə bilim soğan dadı verər, ya nəsə. Yox, heç bir dadı vermir. Heç sanki atılmayıbdı da elə bir şey. Soğan içərisinə çox gözəl əksinə, hələ qatıq turş olanda vapşı hiss edirsən ki, doğrudan da soğan turşluğunu götürübdür. O ki, alçıya zada necə duza batırıb yiyəndə turşluğunu götürür, həmçinin də soğan da burada həmən rol görür də. Qoyum üstünə başlayayım pişirməyə. Həmişə mən bu qaşıqla qarışdırırdım. Mikser qaşığından fırlayırdım. Deyirəm axı, elə bil mən başqa qaşıqla bunu çevirirdim. Birdən yadıma düşdü ki, hə, bu idi. Bununla qarışdıranda daha rahat olur. Qızlar, bilirəm, vlog ata bilmədim. Mama buradaydı. Sonra mama gələn günüsü bibim oğlu gəldi. Bibimlə, mama ilə görüşməyə. Səhərsi gün tezdən qalxdım, ət almağa getdim. Oradan gəldim mama ilə. Yas mərasiminə qatıldıq. Oradan apardım mama gedim, mama ilə xalanı. Yola saldım. Vağzaldan getdilər. Sonra axşam o birisi mamam oğlu geyib, bacım geyib. Səs atdı ki, bəs gəlirik bibini görməyə. Mən dedim, ücə bibi qaçıbdır, amma siz yenə də gəlində dəyişiklik olsun, adam evdə sıxılır. O axşam da onlar gəldilər, qəşəng oturduq, danışdıq, güldük. Belə başım qarışdı, yəni heç bir şey çəkə bilmədim. Ona görə də sizə köhnə vloglardan yüklədim, kanal boş qalmasın deyə. Bilirəm, bir çoxunuz köhnə videolara heç baxmamısınız da, sonradan sonraya gəlmə bir ələm. Yəni axırdan qatılan kanalımızda bir ələm xanımlar var. Dedim, həm videonun başlığına baxdım, gördüm maraqlı videodur. Bağda atamla çəkilişlər eləmişəm. Sonra toyu biraz çəkmişəm. Dedim, yenə də kanal boş qalmasın. Yəqin ki, siz də o vaxt izləsəz də yadınızdan çıxmış olar dedim. Ona görə o videonu kanala yüklədim. İnşallah görüm nə çəkmişəm. Onları da arxa-arxaya qoyub mütləq yeni vlog yükləyəcəm. Qoyun bu pişsin. Qızlar, mən bütün göyərtilərini birdən tökürəm, ayrı-ayrı tökmürəm. Biz belə pişiririk. Yəni mamadan necə görmüşəmsə elə pişirirəm də. Belə deyim. İndi bunu qoyun pişsin. Özüm də bunu doğraya-doğraya saxtakarlara baxırdım. Onu da açım. Yenidən bu səfər də qarışdıra-qarışdıra ona baxım. İmkan olsa axır variantında göstərərəm. Həmişə pişirirəm, çəkirəm, sonra baxıram ki, axırda hazır olmuş variantını göstərməmişəm. Qoyum üstünə, başlayaq pişirməyə. Dayanırsan.
pis pis. Var ya, orada qabın içində var hələ. O birisi tapdı. Bunlar ət yeyir. Pis pis pis. Evdə yemək artıqları. Artığı da yəni 2-3 dəfə yeyildi deyə bozartmadan qalmışdı, yemirdilər. Bir dənə yekə ətli sümüyü var idi. Onu, kartoflarını, suyu da qalıb. İnci əslində suyunu da içərisinə biraz çörək doğrayıb vermək olar. Qəşəng yağlıdır. İnci apardı onları verdi. Yeyirlər. Hava da soyuqdur. Yağışdı. Soyuq bir gündür yenə. Bir-birlərinə də nə yaxşı dəmirlər. Bu ortadakı qız da o gözəl. Pis pis pis. Pis pis pis. Pişt. Ona bax, çağırdım, niyə baxmırlar? Pis 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 pis. Panda, qıza dinən bəri baxsın. Pis pis pis. Onun o birisi də qızdı deyəsən. Erkək olsa bu panda imkan verməz. Erkək pişikləri qapıya buraxmır, amma bu dişi pişikləri buraxır. Evin yenə əzik gərəkləri var idi. Yoldaşım onları alıb gətirib. Bu uşaqlar heç nə yemir. Dedim kalbasa al, paştet al. Özüm də pendir almışdım bilirsiniz də. O pendiri də çox bəyəndilər. Deyirlər ki, mama bunu daimi al. İnansız belə pis vəziyyətdə qalanda bəyəndikləri yemək olmayanda çörəyin arasına kalbasa, pendir da bunlardan xoşbəxt olmur da. Pendir də doğrudan ləzzətlidir. Qəşəng yağlı pendirdir. Bir də ki, toyuğun hissələrini götürmüşdü belə. Uşaqları da bilmirik necə razı salaq da. Hamı da elədi bilirəm. Allah hamıya alma gücü versin inşallah. Xanımlar, bir dənə çay süzdüm özümə. Dırnaqlarımın da dibi gəlib uji. Biraz da keçsin. Hazırını dəyişdirərəm inşallah. Əvvəllər belə çay içə bilmirdim. Düzdür, indi də üstünə soyuq salmışam mədəmə görə. Amma yenə gözləyirəm soyusun. Tam mədəmi incitməsin. Elə içim. Bunları da qoymuşam yanıma. Bunu təzə kəşf eləmişik. Bugün yoldaşım alıb arazdan. Pis deyil, qəşəng konfetlərdir. Baxdım ki, vlogun sonunda sizlə sağollaşmamışam. Bunu da hər səfər çəkəndə buradan düşür. Əslində ən sevdiyim quruşkan budur. Necə budur? Yəni boyu idealdır da. Nə çox tutmur, nə az tutmur. Hardasa 250 qram qədər tutur. Nə 200 milli tutmur, nə də ki, lap böyüklər qədər böyük deyil. Alanda elə burası yox idi. Belə düşməyib əslində. Elə istehsal idi. İstehsal olanda elə belə qalıbdı. Çünki heç bir ilişmə, heç bir qopuntu yoxdur burasından. Baxdım ki, dediyim kimi vlogun sonunu gətirməmişəm. Dedim bir sizlə sağollaşım. Qızlar, bacıya dəstək olun, rəy yazın. Hər bir rəyinizi oxuduqca mənə motivasiya olur. Daha çox vlog çəkmək istəyirəm. Bu aralarda niyəsə biraz yaxşı çəkə bilmirəm. Motivasiyam yoxdur. Ona görə bacıya biraz motivasiya olsa sevinərəm. Abunələrimiz artmır. Niyəsə yaxşı baxışlarımız olmur. Dəstək olun, rəylər yazın, videonu paylaşsaz, sevdiklərinizlə, nə bilim, WhatsApp qruplarınızda paylaşsaz sevinərəm. Hələlik öpürəm hər birinizi, gözəl bacılarım. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. İnşallah gözəl vloglarda görüşmək üzrə.